Manna dövləti artıq müəyyənləşdirdik ki, Sak Kimerlərin gəlməsi ilə güclü bir dövlətə çevrildi. Lakin daha sonra Manna dövləti süqut etdi. Nə baş verdi? Eramızdan əvvəl 6-cı, 5-ci əsrdə Asur dövlətinin olduğunu görürük, Babil dövlətinin olduğunu görürük və artıq zəifləməyə doğru gedən Manna dövləti və artıq bəylikdən hakimiyyətə keçəcək Mad dövlətinin olduğunu görürük. Və daha sonra əraziyə gələn Saklar, Kimerlər Mad boylarına kömək edir. Lakin ortada müəyyən bir anlaşılmazlıqdan sonra onlar niyəsə Asurların tərəfinə keçir. Və dolayısıyla demək ki, Asurlar, Saklar birlik olur və bu prosesin davamı kimi Asurlarla Manna dövləti ittifaq qurur, Babillər ilə isə Madalılar ittifaq qurub müharibə aparır. Və eramızdan əvvəl 7-ci əsrin əvvəlində baş verən bu müharibədə Mad və Babil qələbə qazanır, Asur dövləti tarixdən tamamilə silinir və eyni ilə Manna dövlətini isə Madlar əvəzləyərək Mad Türk dövlətini qurmuş olur. Və burada diqqət edəcəyimiz bir məsələ var. Demək biz Asur zamanında bu ərazidən türklərin deportasiya edildiyi, bu əraziyə kənardan Yahudilərin gətirildiyi, hansı ki onların günümüzdə davamı Dağ Yahudiləri kimi Azərbaycanda yaşayır. Fələstin ərazilərinə Asur Urartu dövründə Hayların bir qisminin gətirildiyi, lakin onlar daha Erməni türkləri ilə qarışmamışdı, olduğunu görürük. Lakin daha sonra Mad dövləti zamanında Kiaksar Şah Sak bəylərini çağırıb qonaqlığa, onları qonaqlıq verir. Bu qonaqlıqda bütün Sak bəylərini zəhərləyərək öldürür və böyük ehtimal ki, Alper Tunqa da bu qonaqlıqda zəhərlənərək öldürülür və bundan sonra Sak birliyi dağılır və Sakların bir hissəsi bu ərazidə qalmaqla, digər qismləri isə şimala və şərqə köç edir. Hansı ki bunların bir hissəsi Subar olaraq daha sonra eramızın 8-ci əsrində Subar xanlığı kimi qarşımıza çıxacaq. Və daha sonra Kiaksardan sonra hakimiyyətə onun oğlu Astiaq gəlir. Astiaq öz qızını Pars Mələz xalqının rəhbəri Kampisə verir və daha sonra Kampisin oğlu Astiaqın nəvəsi Kir hakimiyyətə oğlu olur. Daha sonra hansısa bir hadisə baş verəcək. Hakimiyyətə ikinci Kir gəlir və daha sonra Qamata üsyanı baş verir və bundan sonra eramızdan əvvəl 522-ci ildə 1-ci Dara hakimiyyətə gələcək. Və bu hadisələri biz geriyə dönük doğru oxumalıyıq. Çünki mənbələrdə bu tam təfsilatı ilə verilməyib. Bunu doğru oxumasaq tarixin izahını verə bilmərik. Lakin bundan əvvəl gəlin birinci biz Mad dövlətinin şahlarının adının izahını verək, ondan sonra isə bu hadisəni danışaq. Demək, Herodot qeyd edir ki, Deok adlı biri pərən-pərən olmuş Madları bir ətrafa toplayaraq Mad dövlətini qurdu. Və Deokun hakimiyyətə gəlməsi eramızdan əvvəl 675-ci ilə aid edilir. Deok adının artıq mən toy ağası mənasına gələn bir ad olduğunu və seçki ilə seçilən ağa mənasına gəldiyini qeyd edirəm. Və Deokun oğlu mənbələrə görə Fereord adlı biri eramızdan əvvəl 675-653-cü illərdə hakimiyyətə gəlmişdi və həmin Fereord adının fars dilində olan Frivard, qurtarıcı seçilmiş mənasına gələn ad ilə əlaqədar olduğunu düşünürlər. Mən isə bu adın pirbaşı olduğunu qeyd edirəm. Daha sonra bir Sak dönəmi var. Eramızdan əvvəl 653, eramızdan əvvəl 625-ci ildə Saklar Mad hakimiyyətini ələ alır və həmin Sak rəhbərinə Maday deyilir. Bu Maday da bizim bildiyimiz yenə Mada adından başqa bir şey deyil. Lakin daha sonra Kiaksar neynir? Saklarla dostluq münasibətini güya ki bərpa edir. Daha sonra onları qonaq çağırır və Sak bəylərini zəhərləyərək, öldürərək yenidən Mad hakimiyyətini ələ alır. Və bu Mad hakimiyyətinin güclənməsinə, lakin regionda olan Sakların zəiflənməsinə səbəb olur. Yaxşı, Kiaksarın adı nədir? Kiaksar adı qağa və sar sözü ilə bağlıdır. Artıq qağa sözünün izahını vermişəm. Sar sözünü də artıq qeyd etdiyim kimi demək, Proto-Hami Samilərdə
hökmdar mənasına gəldiyini qeyd etdim. Tanrı mənasında Misirlilərdə olduğunu qeyd etdim. Bizdə isə günəşi izah edən sarı sözü kimi olduğunu qeyd etdim və biz necə ki Mannada Ağasar adının olduğu kimi burada da Kiaksar adının olduğunu görürük. Əslində demək ki Kiaksar da Qağasardır və bu hər hansısa şəxs adı deyil, o rəhbər olduqdan sonra ona verilmiş bir tituldur. Və Kiaksarın oğlu Astiaq eramızdan əvvəl 585-ci ildə hakimiyyətə gəlir və eramızdan əvvəl 550-ci ildə hakimiyyətini bitirmiş olur. Astiaq nədir? Astiaq üst və ağa sözünün birləşməsindən yaranıb. Üst, usta, şad sözü ilə eyni kökdür. Demək ki, bax biz Mad dövlətinin rəhbərlərinin adının əslində tam türk dilində türk ünvan, rütbə, titul adına uyğun gələn adlar olduğunu, lakin bunu biz doğru oxumadığımızı görürük. Bu düz oxumamaq qərəzlidirmi? Vəlaxır bu ayrıca düşünülə bilər. Və artıq qeyd etdiyim kimi, demək Astiaq şahdan sonra hakimiyyətə eramızdan əvvəl 550-ci ildə 2-ci Kir, digər adı ilə Böyük Kir gəlib. Daha sonra isə onun oğlu Kampiz gələcək. Yaxşı, nə baş verir ki? Kir gəlir. Herodot bu məsələyə toxunaraq qeyd edir ki, rəvayət edilir ki, rəvayət bu ki, Astiaq yuxu görür və yuxuda görür ki, onun qız nəvəsi hakimiyyəti ələ alacaq və bu səbəbdən maqları çağırıb deyir ki, mən nə etməliyəm? Deyirlər onda gəlsən, qızını türk olmayan bir bəyə ver ki, o hakimiyyətə gələ bilməsin. Səbəb nədir? Bu belə Astiaqın türk törəsini bilən bir türk olduğunu göstərir. Çünki türklərdə törəyə görə hakimiyyətə yalnız həm ata və həm ana tərəfdən türk olan gələ bilərdi. Lakin daha sonra bu səbəbdən də o mələz xalq olan Fars bəyi Kampizə qızını verir və bundan onun nəvəsi Kir olur. Lakin yenidən Astiaq yuxu görür və yuxuda görür ki, Kir hakimiyyəti ələ alacaq. Və bu səbəbdən də bunu Herodot rəvayət edir, bu fakt deyil. Və bunun üzərinə o öz sərkərdəsi olan Harpaqı çağırır və qeyd edir ki, get mənim nəvəmi öldür. Və Harpaq da onun nəvəsini öldürməyə əli gəlmir, onu bir çobana verir və əlaxır və o yenidən bu məsələdən xəbər tutan Astiaq nəvəsinin ölmədiyini bilir və bundan sonra Kiri saraya gətirir və sarayda tərbiyəsi ilə məşğul olur. Lakin sərkərdəsi Harpaqdan da qisas almaq məqsədi ilə ondan xəbərsiz onun oğlunu kəsdirir, bişirtdirir və Harpaqa yedizdirir. Və bu məsələdən xəbər tutan Harpaq təbii ki, şaha heç bir şey edə bilmir. Daha sonra isə o Kiri babası Astiaqa qarşı təhrik edir və üsyan qaldırtdırır. Və Kir üsyan qaldırır və bundan sonra hakimiyyəti ələ alır. Lakin daha sonra biz görürük ki, Astiaq məğlub olduqdan sonra öz əcəli ilə ölənə qədər də Kirin yanında yaşayıb. Demək ki, burada bu hekayədə hansısa bir uydurma var. Və biz bu arada diqqət edəsi olsaq, bu hadisənin, yəni ki, bir şahın yuxu görməsi, buna görə öz oğlunu və ya nəvəsini öldürmə hadisəsinin Sarqonda olduğunu görürük. Sarqon Kirdən daha qabaqdır. Mardukda olduğunu görürük. Və eyni ilə Azərbaycan nağıllarında bu süjet xəttinin olduğunu görürük. Məsələ isə əslində daha sadədir. Sadə olansa budur ki, Astiaq öz qızını mələz xalq olan, yarı Aryan, yarı türk olan Bars boylarına verir. Çünki qızını verərək həmin tayfanı dəngədə saxlamaq istəyir. Lakin daha sonra hansısa bir formada onun oğlu ölür və ya öldürülür. Bəzi mənbələrə görə onun ya ümumiyyətlə oğlundan danışılmır, bəzi mənbələrdə isə Astiaqın oğlunun olduğu bəllidir. Lakin oğlu hara getdi? Ya öldü, ya öldürüldü. Ölən kimi demək ki, nədir? Varis olaraq artıq qız nəvəsi hakimiyyətə gəlməlidir. Astiaq buna qarşı idimi? Xeyr, Astiaq buna qarşı deyildi. Səbəb? Çünki, bax, mən Kam kültüründən danışdım, baş Kamdan, Kam başından danışdım. Fikir verin. Astiaq, yəni üst ağa, öz qızını kimə verir? Kam başına verir. Yəni, Kambaş Fars bəyi. Bu ünvandır, ad deyil. Demək ki, o, Türk kültürünü, inancını yaşatdığından ona Kambaşı deyirdilər.
Daha sonra biz onu nə cür oxuyacağıq? Kampis olaraq. Və o eyni ilə oğluna Qor adını verir. Daha sonra biz onu oxuyacağıq? Kir olaraq oxuyacağıq. Və Qor kültüründən də danışdım. Koroğludan danışdım, Dədə Qorquddan danışdım. Həmin o mələz xalq olan Parslar, yəni Pars türkü ilə eramızdan əvvəl 8-ci əsrdə, yəni 300 əsr bundan əvvəl, Astiaq dövrünə nəzərən deyirəm 3 əsr əvvəl, Parslarla Aryanlar qarışır və bu qarışmadan Bars boyu var, mələz boy. Təbii ki, bu boylar ittifaqıdır. Burada müəyyən əsas tayfa rəhbəri var, digər və tayfa rəhbərləri var. Və bu tayfanın ən əsas rəhbəri özünə Kanbaşı deyir. Daha sonra oğlu olur, ona da Qor deyir. Və Astiaq da hakimiyyəti sülh yolu ilə heç bir hadisə baş vermədən hakimiyyətə daha sonra Kir gəlir. Lakin Kir gəldikdən sonra burada o yavaş-yavaş Fars inancını, kültürünü Türk kültürünün üzərinə inşa etməyə çalışır. Bu da əslində olduqca təbiidir. Niyə təbiidir? Çünki Kampisə qədər bütün bu saray əyanlarının əksəriyyəti kim idi? Türklər idi. Lakin Kiaksar Sak kültürünü məhv etdikdən sonra bunu nə ilə əvəz etməyə çalışırdı? Özü bu Saklara qarşı Parslardan, mələz xalqdan istifadə etməyə çalışırdı. Daha sonra həmin istifadə etdiyi mələz xalqın rəhbəri hakimiyyətə gəldikdə bu türklərə qarşı nə edəcək? Öz mələz xalqının nümayəndələrini saray əyanına çevirməyə çalışacaq. Lakin o dövrdə saray siyasəti din ilə bir yerdə baş verir. Və bu səbəbdən onlar nəyə çalışacaq? Öz dini, kültürünü, inancını Türk din inancının üstündə inşa etməyə çalışdı. Və həmçinin Kir nə etdi? Bu dövrdə müəyyən yürüşlər etdi və növbəti yürüşünü də Masagetlərin üstünə etdi. Və Masagetlərin üstünə yürüş etdi və Tomris Xatun tərəfindən öldürüldü. Bundan sonra oğlu Kampis hakimiyyətə gəldi və Kampis Misirə səfəri zamanı hakimiyyəti Qamata ələ aldı. Və Qamata ələ aldıqda mənbələrcə görürük ki, bütün yerli xalq Madallar sevinmişdi. Lakin 2-ci Kampis Misirdən geri gələrkən bilinməyən səbəbdən ölür və bundan sonra 1-ci Dara öz yoldaşları ilə saraya girərək Qamatanı öldürür və bunun üzərinə bildiyimiz Əhəməni sülaləsi hakimiyyəti ələ almış olur. Yəni burada Əhəmənilərin birinci qolu Kampis Qor ilə gələn qol türk mənşəlidir, çünki artıq nə qeyd etdik? Kampisin yoldaşı, arvadı Astiaq xanın qızıdır və Kirin anasıdır. 1-ci Dara isə həmin qoldan olmayan Əhəmənilərin digər qolundan gəlirdi. Və o Madaların üzərində qələbə qazandığını sevindiyindən Bistun yazıtları yazdırır. Böyük rəsm etdirir, burada özünü rəsm etdirir və digər hər kəsi ona əsr aldığını göstərir. Və 3 dildə bu yazını yazdıraraq qeyd edir ki, mən yalançı maqları məhv etdim, qələbə qazandım, mən Madlar üzərində qələbə qazandım. Niyə? Artıq qeyd etdiyim kimi, bax bizim bildiyimiz Mad dönəminin saxtalaşdırılması, əsl Zərdüştlüyün saxtalaşdırılması, Avestanın saxtalaşdırılması, bax 1-ci Dara dönəmindədir. 2-ci Kir və Kampis dönəmində deyil. Və 1-ci Dara gəldikdən sonra bu öz hərəkətini məqbul hala salmaq üçün rəvayət uydurdu ki, bəs sən demə Astiaq 2-ci Kiri öldürtmək istəyirdi və əlaxır ki, nifrət doğursun. Və biz bunu tarix boyu görürük. Bir söz var, yalançının şahidi yanında olur. Yəni 1-ci Dara öz çirkin siyasətini həyata keçirmək üçün Herodotun eşitdiyi nağılı uydurmuşdu ki, hansı ki bu nağıl da yəni əvvəldən məlum olan bir nağıldır. Yəni ki, Sargon dönəmində də bunun, Marduk dönəmində də bunun bənzəri danışılmış bir nağılı o yenidən Astiaq və Kir üçün yazdırmışdı. Və beləliklə biz müəyyənləşdiririk ki, demək ki, Astiaq öz qızını yarı türk olan mələz bir boya vermişdi. Lakin daha sonra Kir Kampis dönəmində qismən farslaşma baş vermişdi siyasətdə, inancda. Lakin əsas atributların məhv olması isə 1-ci Dara dönəmində olmuşdu. Və o dövrü təhlil edən bütün tarixçilər, alimlər qeyd edir ki, burada baş verən məsələ 2 etnik qrup və 2 din arasında baş vermiş məsələdir. Düşünə bilirsiniz? 2 qrup. Və qeyd edir ki, burada
Parslılar və yerli bəylər arasında baş vermiş savaş olmuşdu. Yerli bəylər kimdir? Madallar da farsdırsa, farslar da farsdırsa, yerli kimdir? Demək ki, biz tarixi doğru oxumuruq. Demək ki, Madılar türkdür, yerlidir və farslar isə bura gəlmədi. Və indi bu din inancın dəyişiminə ən gözəl nümunə nədir? Türklər Tanrıya bir sifət də verib. Tanrı məngü, yəni əbədi Tanrı. Artıq min sözünün izahını vermişəm. Tanrı sözü də əvvəlki söyləşilərdə danışmışam. Sual olsa izahını verərəm, amma bəllidir. Tanrı türk dilində yaradan mənasına gəlir. Tanrı məngü, əbədi Tanrı deməkdir. Və Tanrı sözündə tını götürərək farslar Anqra Məngü adlı bir şər qüvvəsi yaradır. Hansı ki, Firdevsi onu əhrimənə çevirəcək. Yəni fonetik olaraq o onu əhrimən kimi yazacaq. Fikir verirsənmi? Türklərin əbədi tanrısını farslar şər qüvvəsinə çevirir. Niyə? Çünki demək farslar gəlir Madın tanrı məngüsünü özlərinin şeytanı kimi gördüyündən, şeytanı kimi göstərmək istədiyindən artıq Tanrı məngü şər qüvvəsi kimi göstərilmişdir. Və bu arada deyim ki, teoloqlar müəyyənləşdirir ki, əslində Zərdüştlüyün müəyyən hissələri sanskritcə mətnlərdə, yəni Hindistanda olan mətnlərlə uyğunluq təşkil edir. Yəni məsəl üçün sanskritcədə dev onlarda yaxşı mənada, yaxşı qüvvə mənasını ifadə edirsə, artıq əksinə farslarda bu şər qüvvəsini ifadə edir. Və buna bənzər müəyyən adlar var ki, uyğunluq təşkil edir. Lakin Anqra Məngü həmin sanskrit mətnlərində yoxdur. Yəni farslar bunu gəlib daha sonra uydurduğu bəllidir. Uydurduğu bu qüvvə, bu gücün adı hardandır? Farslar bunu türkləri tanıdıqdan sonra türkün tanrı məngüsünü şər qüvvəsinə çevrilmişdir. Bu qədər sadə. İndi bax ümumi mənzərə bilmirəm aydın olurmu? Demək ki, Manna Midiya türk dövlətidir. Daha sonra Mələz Fars boylarından güc kimi istifadə edən Kiaksarşa bunu Saklara qarşı istifadə etmək istəyir. Sak bəylərini zəhərləyərək öldürür və bundan sonra Sak gücü bu regionda pərən-pərən düşür və bu səbəbdən də daha sonra Mələz Fars boyları hakimiyyəti ələ alır. Lakin bu 2-ci Kir və Kampiz dönəmində bildiyimiz formada deyil. Bu yalnız 1-ci Dara dönəmində baş vermişdi. Və 1-ci Daranın da mənbələrcə məlumdur ki, özü qeyd edir ki, mən maqları təqib edərək onların hamısını yox etdim. Niyə yox etdi? Çünki maqlar mad inancını, dinini yaşadan tayfaydı onları məhv edərək onun yerinə uydurub maqlar yaradacaqdı. Madılardan, farslardan danışmışkən, gəlin sizə Şahnamədən də danışım. İran fars şairi Firdevsinin ən böyük əsəri Şahnamə əsəridir. O bu əsərdə İran tarixi, onun şahları və pəhləvanları haqqında danışır. Firdevsinin yazdığı bu əsərdə o göstərir ki, Şah Firidunun 3 oğlu olur. O 3 oğlundan birini Səlimi Rüm diyarına göndərir, Turu Şimal diyarına, Türkistan ərazisinə göndərir, İracı isə cənub və mərkəzi ərazilərə, güya ki, İran adlanacaq torpaqlara göndərir. Lakin daha sonra Səlim ilə Tur birləşərək İrancı öldürür. Bu hadisəyə Firidun olduqca üzülür. Daha sonra Firidunun nəvəsi Mənücöhür İrancın qisasını alır və bu İran və Turan arasındakı əbədi düşmənçiliyin başlamasına səbəb olur. Ən sonunda İran pəhləvanı Rüstəm bir türk qızı ilə evlənir. Daha sonra bilmədən, daha sonra Turan ordusu ilə üz-üzə gəldikdə öz oğlu Zöhrabı öldürür və əsərin sonunda göstərilir ki, Turan hökmdarı Əvrasib İranla daim müharibə aparır. Burada göstərilir ki, İran şahı Keyxosrəv Əvrasibin kürəkəni və İrac şahın nəslindən olan bir qəhrəmandır. Əvrasib əvvəlcə Keyxosrovu himayə edir, lakin sonradan onun İran taxtına iddialı olduğunu anlayaraq təqib etməyə başlayır. Və bundan sonra Keyxosrov İrana qaçır, taxta çıxaraq babası İrancın və atası Siyavuşun qisasını almağa and içir. Və beləcə İran və Turan müharibəsi başlayır. İranın başında Keyxosrov, Turanın başında isə Əvrasib və sonunda İran ordusu qələbə qazanır və Əvrasib
ölkəsini itirir və qaçıb gizlənməyə çalışır. Əvrasib uzun müddət bir mağarada gizlənir və sonunda Keyxosrovun casusları Əvrasibin yerini tapır və Əvrasib tutularaq qılıncla öldürülür. Başqa bir versiyaya görə isə o susuzluq və əzab içində ölmüşdür. Bu hekayə sizə nəyi xatırladır? Bu eynilə Kiaksar şah ilə Böyük Kir arasında olan savaşın daha sonra Firdevsi tərəfindən yenidən çağına uyğun yazılmasından başqa bir şey deyil. Və Firdevsi burada nə göstərir? Firdevsi göstərir ki, İran və Turan əslində bir atadan gələn iki qoldur. Bunu Firdevsi uydurmuşdumu? Axı türklər ilə İran eyni kökdən necə ola bilərdi? Demək ki, Firdevsinin zamanında belə Aryanların bir hissəsinin gəlib Fars türkləri ilə qarışması məsələsi bəlli idi və elə bu səbəbdən Fars türkləri ilə Madalların, yəni türklərin qohum olduğu məsələsi Firdevsi zamanında belə altdan bilinən bir məsələ idi. Necə ki, günümüzdə hay ermənilər içərisində türk olduğunu bilən ermənilər var. Tarixə bir də bu göz ilə baxıb düşünmək lazımdır.